Həyat yoldaşı, rejissor Fuad Əlişovdan ayrıldıqdan sonra Sevinç ilk dəfə övladları ilə birgə məhz Xəzər mağazinin kamerası önünə keçdi. Nəhayət ki, aktrisanı Xəzər mağazin tapıb üzə çıxartdı. Sevinç ailə həyatından əvvəl çox xoşbəxt olsa da, sonradan qüsursuz ailəsi bir anın içində çat verdi. Hər kəsin bəyəndiyi cütlük qəflətən ayrıldıqdan sonra Sevinç həyatına övladları ilə davam edir. O indi ömrünü gördüyünüz bu balalarına həsr edib. Elə bugün sevilən aktrisanı kameramıza tək yox, övladları ilə birgə görüntülədik. Tanış olun, bu da Sevincin övladları Suad, Nihat və Fatimə. Səhər bağçaya gəlirik, sonra işdən sonra bağçadan götürürəm onları. İşgüzar ananı görmüşkən, ondan övladlarına necə zaman ayırdığını soruşuruq. Bazar günləri isə bizdə free günü olur, yəni tam istirahət günü. Gedirik əyləncə mərkəzlərində bir həftəyə yığılmış o enerjini uşaqlar boşaldırlar. Gününün yarıdan çoxunu işinə ayıran aktrisa övladlarının əsl zəmanə uşaqları olduğunu deyir. Bizim vaxtımızda ad gündən, yeni ildən bir hədiyyələr alırdıq. İndi uşaqlar hər bazar günü səni ticarət mərkəzlərinə aparıb zakazlarını verirlər. Onu da eləməmək məncə, yəni mən ciddi bir tərbiyə verim, onu eləmirəm. Məncə düzgün deyil. Ona görə ki, indi uşaqların hamısında nəsə var. Kimdəsə nəsə var, məndə yoxdur, onu hiss eləməsin deyə. Yəni bəlkə o şeydə erkən biraz böyüdür. Yaxşı, ay Sevinç, de görək, işində olduğu kimi evdə necə? 3 uşağın öhdəsindən gəlmək çətin olmur ki sənə? Sözsüz, yəni fiziki çətinlik olur, yəni ya bunlar aralarında dalaşırlar, bir oyuncağı bölə bilmirlər. O çətinliyim sözsüz olur. Amma belə deyim ki, yəni yorulur, yox, Allahıma min şükürdə ki, bu yorğunluq hər bir qadına qismət olsun. Həyat yoluna tək başına davam edən aktrisa bugün özünü xoşbəxt ana hesab edir. Əvvəlcədən deyirdim ki, yəni mən heç vaxt uşağa yox sözü deməyəcəm, uşağın üstünə nə bilim səsimi qaldırmayacağım, amma vaxt keçdikcə gördüm ki, yox, mümkün deyil. Yəni qədərində olmalıdır. Elə bu məqamda Əlişovanın böyük oğlu Suad özünü mikrofona çatdırır. Mənim adım Suad, mənə 6 yaşım var. Növbə Nihat və Fatiməyə çatanda isə Suad yenə də susmaq bilmir. Nihat. Nihat. Neçə yaşın var? 6. 16 var. Bacısı və qardaşının yerinə də danışan dilli dilavər oğlan deyəsən böyüyəndə anası kimi səhnə adamı olacaq. Elə sualımızı vermişdik ki, Sevinç Suadın arzularını bir-bir sadalayır. Suad o axıncı dəfə mənə deyib ki, mən böyüyəndə ayca musiqiçi olmaq istəyirəm. Dedim, yəni sözün düzü gözləmirdim. Dedim, necə yəni? O dedi, gitara var, tokla yanır. Dedim, hə, elektronu. Bax, mən o gitara ilə rock'n'roll oxuyacağım. Baxdım, dedim, yaxşı. Bilmədim necə eləyəm. Söhbət incəsənətdən düşmüşkən, Sevinci son zamanlar heç bir filmdə görə bilmirik. Deyəsən rejissorlardan aktrisaya daha təkliflər gəlmir axı. Bir dəfə, yəni, mən sizin Xəzər kanalınızda seriala Aramızda Qalsına qatıldım. 5 günə çəkilişə getdim, sonra çatdırmadım. Uşaqlar hələ körpə edilər əkizdə. Peşəsini sevən və ona bağlı olan Əlişova bu sahədən uzaq düşməsinin səbəbini isə 10 ildən çox bitirmişəm mən universiteti və onda hələ təzə-təzə filmlər çəkilməyə başladı. Kommersiya filmləri ümumiyyətlə çəkilmirdi. Bu il axırıncı 5-6 ilin ərəfəsinə düşdü. O məndə mama olan vaxtıma gəldi, qəşəng düşdü. Ona görə yəni çox bir kommersiya layihələrdə iştirak eləyə bilmədim. Kənardan sakit görünən, heç kimlə işi olmayan Sevinç, sən demə, göründüyü kimi deyilmiş. Onu da cin atına mindirə biləcək məqamlar var. O da görün nə olsa yaxşıdır. Hər bir insan kimi mənə dəymə, mən də sənə dəyməyim. Durduğu yerdə heç kəsə, yəni bugünə kimi pisliyim dəyməyib. Mənə deyəndə mənim ailəmə, mənim balalarıma dəymir, sənə dəyməyəcəyim. Sevinç övladları üçün hətta qılınc qalxana belə sarılacağını deyir. Mənim balalarıma nəsə aid ola bilsə, bir ana kimi, yəni mən təsəvvür eləyə bilmərəm ki, nə eləyə bilərəm uşaqlarımın xatirinə. Belə. Özümə görə yox, özümə görə daha çox, yəni mənə nəsə dəysə, deyilsə, mən onu özüm içimdə çəkərəm, yəni tək əsəbləşərəm, çəkərəm, amma yəni uşaqlara aid olsa, o mənim qabağımda mümkün deyil durmaq. Onun sərt üzünü görmək istəyənlər aktrisanı necə hövsələdən çıxara biləcəklərini bildilər.
Artıq həyat yoluna bax gördüyünüz bu 3 balasıyla davam edən sevinclə buradaca sağollaşıb keçid alırıq növbəti çəkiliş məkanına. Bayram günlərində ölkəmizə